Görüntünü də ekrana ötürəcəm, indi ekran görəsən sən ancaq. Hal-hazırda ekran görsənir, düzdür? Bəli. İndi göndərdiyiniz PDF olan suallara baxaq bir-bir. Fərqi yoxdur, bilmədim bu birincidir ya üçüncüdür, fərqi yoxdur. Üçünü də izah edəcəm. Deməli, başlayırıq ilk sualdan. İlk sual rahat sualdır. Diqqətlə qulaq as. Bizə belə bir kəsir verib, bu kvadratın tərəfini ifadə eləyir. Əvvəlcə bu kəsiri hesablayaq, biz kvadratın tərəfini tapaq, daha sonra sahəsini taparıq. Deməli, sən sürəti toplasanda, hər birini ayrı-ayrı toplasan, 4 dənə 3000, 12000 eləyəcək və üzərinə də 28 gələndə eləyəcək 12028. Bunu böləcəksən 6014-ə, çünki 3007-nin üstünə 3007 gələndə eləyəcək 6014. Böldükdə bu kəsir xətti bilsən də bölməni bildirir. Kəsir xətti bölməni bildirir. 12028-i 6014-ə böləndə 2 düşəcək. Kvadratın tərəfi neçə oldu? 2. Yadda saxla, kvadratın sahəsi bir tərəfinin kvadratıdır. Məsələn, kvadratın tərəfi A-dırsa, sahəsi olacaq A-nın kvadratı. A-nın kvadratı. Yəni A-nın kvadratı 2 dəfə bir-birinə vurmaqdır, yəni A-nı. İndi əgər kvadratın tərəfi 2-dirsə, sahəsi neçə olacaq? Sahəsi olacaq 4. Bitdi. Bu qədər sadə. İlk sualın cavabı A variantıdır. Yəni zəhmət olmasa analiz elə, gör başa düşürsən. Bəli. Belə. Bu ilk sual, keçək ikinci suala. Burada oldu A variantı. Növbəti sualımız 2 nömrəli sualdır. Görək burada nə istəyir bizdən. Bu sual da əslində rahat sualdır, çətin olmayan sualdır. Burada nə edəcəm? Gəl əvvəlcə misal götürdüm, daha sonra hesablama hissələrini sənə öyrədəcəm. Bunların qısa yolu var. 46 bölünsün 6, yəni də mötərizədə 4x plus 3 bölünsün 2 çıxılsın 67 bərabərdir 26-ya. Aha, bax mən nə edəcəm burada? Sən təsəvvür et ki, bu bir ifadədir. Məsələn, belə yazım da, 3 üstə gələ x bərabər 26 olanda nə edəcəksən? Burada 3-ü sağa keçir dəstəyirsəndə, x-i tapmaq üçün 26-dan 3 çıxarsan, düzdürmü? Şimdi sən də burada eyni qaydada, bax filan. Burada nə edəcəksən? Gözlə yazılmışsın. Aha. Nə edəcəksən? Burada ortadakı ifadəni tapmaq üçün 3-ü sağa keçirdəcəksən. Və 3-ü sağa keçirdəndə 26-dan 3 çıxanda neçəsi qalacaq? 23. Düzdür? 23. Daha sonra nə edəcəksən burada? Gəl bunu sənin anladığın kimi yazaq, yəni bölməklə yazaq, adi bölməklə yazaq. Məsələn, 46 bölünsün bu ifadə. 6 vurulsun, 4x plus 3 bölünsün 2, çıxılsın 67. Bu bərabərdir nəyə? 23-ə. Bax, indi sən diqqət elə. Tutaq ki, 46-nı bölürsən x-ə, bərabər edirsən 23-ə. Buradan x-i tapanda nə edəcəksən? 46-nı 23-ə böləcəksən, düzdür? İndi mən də eyni qaydada buradan bu ortadakı ifadəni tapanda, bax altından xətt çəkdiyim ifadəni tapanda 46 ilə 23-ü, 46-nı böləcəm 23-ə. Düşəcək neçəsi? 2-si. Bunu silirəm, yazıram bərabərdir 2-yə. Daha sonra nə edirəm? İndi yadda saxla. Bərabərliyin sol tərəfində nədirsə, sağa keçirdəndə əksi olur. Burada məsələn 67-dirsə, sağa keçirdəndə üstə gələk 67 olacaq və bu eləcək 69. O zaman bu hissələri sildirəm, yazıram 69. Daha sonra nə edirəm? Burada mötərizənin birini silirəm, buradan da birini silirəm. Düzdür? Yerdə nə qaldı? 6 vurulsun 4x plus 3 bölünsün 2 bərabərdir 69-a. İndi bax, burada bölmədirsə fidan sağa keçirdəndə nə olacaq? Vurma. Ay, sağ ol, vurma olacaq. Və 69-u 2-yə vuranda neçə olacaq? 138. Düzdürmü? Yoxsa? Hə, 138, bəli, 138 olur. Daha sonra nə edəcəksən? Bax, indi burada vurmadır. Bax, bu altına xətt çəkdiyim ifadəni tapanda nə edəcəksən? 4x plus 3 bərabərdir. 138-i, bir dənə, bax, burada vurmadırsa, sağa keçirdəndə bölüm olacaq. Böləsən 6-ya. 4x üstə gəl 3 bərabərdir. Böləndə neçə düşəcək? Düşəcək 23. Bəli.
4x də bərabərdir 23-dən də çıxacaqsan 3-ü. 4x bərabərdir 20-yə, x də bərabərdir 20-ni 4-ə böləndə 5-ə. Və bu sualın da doğru cavabı B variantıdır. Yəni zəhmət olmasa analiz elə, gör başa düşürsən? Bəli. Afərin sənə. Dərsdə qayd olunur, nə vaxt istəsən təkrar baxa bilərsən. Göndərəcəm dərsdən sonra. Deməli, keçirəm indi 3 nömrəli suala. 3 nömrəli sualda deyir ki, 0,5a üstə gəlsin 2,9. Sonra bu bərabərdir 0,2b çıxılsın 0,6. Bu da bərabərdir 0,4c üstə gəlinsin 6,2 bərabərdir 18-ə. Bax, burada 18-i verməyə bizə çox kömək olur. Niyə? Yəni, bu demək istəyir ki, bu altına xətt çəkdiyim ifadələr var. Bax, bu ifadədir, bu ifadədir, bu ifadədir. Bunların hər biri nəyə bərabərdir? 18-ə. Ay, sağ ol. Mən də nə edəcəm? İndi hər birinin ayrı-ayrı 18-ə bərabər edəcəm. 0,5a üstə gəl 2,9 bərabərdir 18-ə. 0,5a bərabərdir 18-dən 2,9 çıxanda yazıram ki, 18 sıx 2,9. 0,5a bərabərdir olacaq 15,1. A da bərabərdir 15,1-i də 0,5-ə böləndə fidan. A bərabərdir düşəcək 30,2. Bax, A-nın qiyməti neçə oldu? 30,2. Düzdürmü? Bax, belə. İndi buradan xətt çəkirəm aradan. İndi keçirəm digər ifadəni 18-ə bərabər edirəm. Bunu da yaşılla yazıram. 0,2b çıxaq 0,6 bərabərdir 18-ə. 0,2b 0,6-nı sağa keçirdən üstə gəlim olacaq. Üstə gələk 0,6. 0,2b bərabərdir, deməli 18,6. İndi b bərabərdir, bax sənə bunun bir şey öyrədim burada. Bax, 18,6-dır, bölünsün 0,2. Bax, yadda saxla fidan. Vergüldən sonra eyni qədər ədəd olanda, bax, yuxarıda da vergüldən sonra bir ədəd var, aşağıda da. O zaman vergülləri ata bilərəm. 186 bölünsün 2. Bu da bərabərdir 93-ə. Aydındır? Deməli, B ədədi 93-dür. Bəs deyə bilərsən, ay müəllim, bəlkə vergüldən sonra eyni qədər ədəd olmadı. Onda nə edəcəm? Onda 0 yazıb vergülün sayını bərabərləşdirəsən. Məsələn, 18,6 bölünsün 0-dan %2. Misal üçün. Bax, deyərsən ki, ay müəllim, aşağıda vergüldən sonra 2 dənə ədəd var, yuxarıda 1 dənə ədəd var. Mən nə etməliyəm? Sən burada bunları bərabərləşdirməlisən. Bax, bura özümdən bir 0 yazıram və artıq vergüldən sonra hər ikisində eyni qədər ədəd olduğu və bunları ata bilərəm. Başa düşdün, Fidan? Bəli. Birdən indi imtahanda hərəsindən sonra bir dənə yox, 2 dənə ədəd olanda bax, bu cür yadında saxla. Keçirəm indi nəyə? Üçüncüyə. Artıq mən B-ni də tapdım. B dənədir 93. İndi keçirəm digərinə. Onda mavi ilə yazacağım. 0,4c üstə gəl. Bu neçə idi? 6,2 idi. Düzdür? 6,2. 6,2 bərabərdir 18-ə. Bax, Fidan, 0,4c bərabərdir 18-dən çıxacağım 6,2-sin. Düzdürmü? Deməli, 0,4c bərabərdir. Bu eləyəcək neçə? 11,8. C də bərabərdir 11,8-i də 0,4-ə böləndə C də bərabərdir düşəcək 29,5. Bu da oldu belə. İndi hər bir məlumdur da, daha bunu nə var ki, müqayisə eləməyə. Ən kiçikləri C idi, sonra A-dır, sonra da B. Cavab A variantı. Bir dənə zəhmət olmasa analiz elə bunları diqqətlə. Çətin bir şey yoxdur. Sadəcə hər birinin ayrı-ayrılıqda 18-ə bərabər etdir. Belə. Bundan not eləyib göndərəcəm axırda. Yazılı formada da qalsın. Səndə. Sonra keçirəm 4 nömrəli suala. Bu həndəsənin əsas anlayışlarına aid olan sualdır. Sən bilməlisən ki, Fidan, bilməlisən ki, qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Bax, şəkildə işarələdiyim qarşılıqlı bucaqlardır. Xassiyyə olaraq bilməlisən ki, onlar bir-birinə bərabərdir. Yəni 5x plus 5 bərabərdir 2x plus y. Buradan deməli 5x-i sola keçirsəm, 2x-i sola keçirsəm, 5-i də sağa keçirsəm, olacaq y minus 5. Buradan 3x bərabərdir y minus 5-ə.
Hə, lap y-i taparam. Y də bərabərdir. 5-i sola keçirsəm 3x plus 5. Yəni bilirsən də bərabərliyin sağına soluna keçiriləndə işarə dəyişir. Aydındır? Bəli. Bərabər olduğu üçün bunlar, qarşılıqlı bucaq olduğu üçün bərabərləşdirdim. X-ləri bir tərəfə yığdım. Deməli, y ilə 5 də bir tərəfdə qaldı. Və y-i tapanda 5 sola keçəndə üstə gəlim olacaq. İşarə dəyişdi. Bu belə, bununla işim yox. Sən sonra bilməlisən ki, sol tərəfçi şəkilə diqqət elə. Bax, bu açıq bucaqdır, düzdürmü? Açıq bucaqdır. Açıq bucaq 180 dərəcədir. Açıq bucaq 180 dərəcədir. Yəni, 2x üstə gəl y, üstə gəl 70 ilə 40-ın cəmi 110 bərabərdir 180-ə. 2x üstə gəl y bərabərdir 70-ə, 180-dən 110 çıxdım. Buradan y-in yerinə gətirib 3x plus 5 yazsam, bütün ifadəni x-lə, elə ki, bütün bu misalı x-lə ifadə elədim. Diqqət elə, y-in əvəzinə 3x plus 5 yazdım. Və bu olacaq 5x bərabərdir. 70-dən 5-ini çıxsam 65, x bərabərdir 13-ə. X oldu 13. Gətirib 13-ü burada yerinə yazsam, y-i taparam da. 3-ü 13-ə vuranda 39, üstünə də 5 yerində 44. Y oldu 44. Və məndən sonda x vur y istəyir. 44-ü də 13-ə vuranda son 2 ilə bitən görüm nə var burada? Elə əksəriyyətin son 2 ilə bitir, amma A variantındakı olacaq bu. Deməli 400, belə şifayı vuraq. 440, onda vuranda 120, 132, bəli, 440, 132, 572 A variantı. 572. Sualın doğru cavabı olacaq A variantı. Bir dənə zəhmət olmasa analiz elə, gör başa düşürsən. Tələsmə, rahat bax, gör başa düşürsən. Bəli. Əla. Sonra keçək indi nəyə? 5 nömrəli suala. 5 nömrəli sual belə uzun görsənsə də, əslində sadə bir sualdır. Deyəcəksən ki, müəllim suallara deyir sadə sualdır, amma yəni həqiqətən də çox da çətin deyil də. Yəni biraz məlumatlı olsan, yaza bilərsən. 5 nömrəli sual. 5 nömrəli sualda deyir ki, ilin əvvəlində məsələni birincisi diqqətlə oxumaq lazımdır. Məsələni heç vaxt tam oxumamış, məsələni həll etməyə çalışma. Məsələni tam oxu, sonra gözündə canlandır. Gör sənə nə demək istəyir. Daha sonra artıq həllinə başlayarsan. Deyir, ilin əvvəlində bostanın məhsul əkilən ərazisinin sahəsi 4 ar idi. Becərilməyən torpaq sahəsi isə 2 hektar idi. İlin sonunda əkilən ərazinin 4də 3 hissəsi yararlı olmaqdan çıxdı. Yəni, yararsız oldu. Yəni, əkilmişdi, amma yararsız oldu. Və becərilməyən ərazi var idi, 2 hektar olan. Onun da 5də 1-in istifadəyə verildi. İlin sonunda bostanın neçə hektar istifadə olundu? Çox gözəl məsələdir. Sən birincisi bu məsələni həll etməmişdən əvvəl sən sahə vahidləri arasında çevrilmələri bilməlisən. Sahə vahidləri arasında keçidləri bilməlisən. Ən birinci gəlir kilometrin kvadratı. Sənin üçün bir sxem quracam. O sxemlə yadda saxlayacaqsan. Çox rahatdır. Kilometrin kvadratından sonra gəlir hektar. Sonra gəlir ar. Sonra gəlir ar. Sonra gəlir metrin kvadratı. Daha sonra gəlir desimetrin kvadratı. Sonra gəlir santimetrin kvadratı. Daha sonra gəlir millimetrin kvadratı. Düzdürmü? Millimetrin kvadratı. Və bunların hər birinin arasında keçid 100-dür. 100-dür. Hər birinin arasında keçid. Sən tutaq ki, hektardan ara keçmək istəyirsən, ardan kvadrat metrə keçmək istərsənsə, hər birində 100-ə vurmalısan. Amma məsələn, ardan desimetrə keçmək istəyirsənsə, 2 dənə 100-ə vurursan. Və buna diqqət elə. Bilirdin bu sxemi? Bizim kitabda vardı belə bir şey. Və belə, yəni keçidləri bildin. Birincisi bunu bilməlisən. Daha sonra, əkilən ərazi 4 ar. İndi mən bunu hektarla ifadə etməliyəm. Çünki məndə sonda cavabı nə ilə verib? Fidan. Sonda cavabı hektarla istəyir. Bütün vahidlərin hamısını hektara keçirdək. Bütün vahidlərin hamısını keçirdək hektara. Məsələn, burada 4 ar indi. 4 arı mən hektara keçirmək üçün neçəyə böləcəm? 100-ə böləcəm. Çünki hektardan ara keçmək üçün 100-ə. Bax, indi bunu da belə də öyrədik ki, sənə. Böyük vahiddən kiçik vahidə keçəndə həmişə vurursan. Amma kiçik vahiddən böyük vahidə keçəndə həmişə bölürsən.
Hektar hadı. Sivayətdən necə? Hektar hadı. Bəli, bəli, hektar hadı. Ardakı, yəni ar bilirsən nədir? Bildiyimiz sot. Məsələn, deyirlər 3 sot torpaq aldım, 2 sot torpaq aldım. Yəni 10 metr uzunu, 10 metr eni o formada olan da bir ar eləyir. Bir sot. Başa düşürsən? Ar sahə vahididir. Sot deyilir. Yəni loru dildə, yəni el arasında sot deyirik ona. Sot. 2 sot torpaq aldın, deyirlər 3 sot torpaq aldın elə. Hektardakı heç də, yəni bilinir hektar nədir? Daha böyük ölçüləri, məsələn, torpaq sahəli olur ki, məsələn, kənd yerlərində olur da adətən. Məsələn, ora hektarla olur. Məsələn, 2 hektar, 3 hektar belə. Deməli, bunlar da belə. Hə, bunu da 100-ə böləcəm. Bunu da 100-ə böləcəm. Bu belə. Bu sxemi yadda saxla. Hə, indi mən 4 arı çevirəcəm hektara. 4-ü 100-ə böləndə 0,4 oldu hektar. Və bunun da fidan. Bax, bu əkilən yerdir. Bunun nə qədəsi yararlıdır? 0,4-ün nə qədəsi yararlıdır? 4-də 3 hissəsi yararsızdırsa nə qədəsi yararlıdır? 4-də 1-i. 4'te 1. Düz. Ay sağ ol. Bu edici 0,1 böləndə. Vuranda. Üzr istəyirəm, vuranda. Yəni kənarda vursan, həqiqətən 0,1 edəcək. Bəs yaxşı, deməli, istifadə olunmayan 2 hektarın nə qədərsini istifadəyə verdilər? Bax, 5-də 1-in. 5-də 1-in istifadəyə verdilər. 2-nin 5-də 1-i nə qədər edir? 2-ni 5-də 1-ə vuranda 0,4 edir. Bax, bir də deyirəm. Əkilən sahənin, gör bu boyda məsələnin necə qısa həlli var. Əkilən sahənin, yəni 0,4-ün 4-də 1-i yararlı. Yəni 4-də 3-ü yararsız idisə, 4-də 1-i yararlı. Elədir 0,1. O istifadə olunmayan, becərilməyən 2 hektarın 5-də 1-in istifadəyə verirlərsə, nə qədər istifadəyə verirlər? 0,4-ün. Nə qədər istifadə olundu? Bunları toplayanda, yəni 0,4-ün üstünə 0,1 gələndə eləyir 0,41. Bitdi. Görsən necə qısadır? Bir dənə başa düşməyə çalış, zəhmət olmazsa, tələsmə. İngilis dili dərsi neçədə başlayacaq? Bir dənə. Onun yarısı. 21. Sən ona kimi bitirərik. Bəli, başa düşdüm. Aha, tamam. Əla. Deməli, keçək indi neçəyə? 6 nömrəli suala. 6 nömrəli sualda bizə deyir ki, gözlə bir dənə ruçkanı dəyişəyim. Bu ruçka biraz nazik yazır, xoşuma gəlir. Aha, gözlə bunu sileyim. Qəşəng yazır. Ay, sağ ol. Şöyle qəşəng yazır. 6. Deyir ki, bax burada A çıxılsın, 18 bölünsün. Məncə bu sənin yaza biləcəyin sual, çətin deyil. Bax, fidan bax, nə edəcəksən? Əvvəlcə yuxarıya bax, yuxarı hissəyə. Yuxarı hissə nədir? Yəni sürətdə. Bəzən mən belə lor dildə danışıram yuxarı aşağı. Amma bu sürətdə, yəni bilməlisən ki, sürət. Bax, əvvəlcə hesab əməllərində bilirsən ki, mötərizənin hissəsi hesablanır. 5-dən 3 çıxanda neçə eləyir? 2. 18-də 2-yə böləndə neçə eləyir? 9. Düzdürmü? Oldu 9. A çıxılsın, 9 bölünsün A. Hə, indi fidan. Bu ifadənin natural qiymət alması üçün əvvəlcə 9-un bölündüyə də olmalıdır A. 9 neçəyə bölünür? 1-ə, 3-ə və 9-a. Düzdür? Aha. Hə, indi aparıb yerinə 1 yazsam A-nın, 1 çıxılsın, 9 bölünsün 1. 1 çıxılsın 9. Bu da eləyər -8. Bu olmaz. Bu natural olmadı. Deməli, bir qiymətin alınmış. Aparıb yerinə 3 yazsam, 3 çıxılsın 9 bölünsün 3. Yəni 3 çıxılsın 3 bərabərdir 0. 0 səncə naturaldır? Xeyr. 0 natural deyil. Yadda saxla. 0 tam ədəddir. 3 də olmaz. Aparıb amma 9 yazsam, 9 çıxılsın 9 bölünsün 9. 9 çıxılsın 1 bərabərdir 8-ə. Cavab B variantı. Bu olar. Yəni zəhmət olmasa bax buna, analiz elə. Bəli, başa düşdüm. Afərin sənə. İndi davam edirəm. 6 getdi, 7-yə baxaq. Bir saniyə. Ne bir oldu?
Aha, 7 nömrəli sual. Tamam. 7 nömrəli sual da biraz uzun görsənir. Amma inşallah ki, bunu da qısa həll eləyəcəm sənin üçün. Bax, bir düz uzunluğu, bax indi məsələni birinci oxuyuruq. Danışdığımız kimi. Biz razılaşdıq ki, məsələni birinci oxuyuq. Axıra kimi oxuyaq. Bir uzunluğu 6 kilometr, eni 2 kilometr 500 metr olan düzbucaqlı şəkilli sahənin, sən düzbucaqlı şəkildə bir sahə çəkəsən, hər hektarından 5-də 2 ton pambıq yığılır. Bütün sahədən yığılan pambıq daşımaq üçün hər biri 25 sentner. Bax, çəki vahidlərində S yazılır ha. Çəki vahidlərində S yazılan sentnerdir. Sentner. 1 sentnerimiz 100 kiloqramdır. Bax, Fidan, 1 sentnerimiz 100 kiloqramdır. Hə, tutan neçə yük maşını lazımdır? Mən nə edəcəm? Əvvəlcə bir düzbucaqlı çəkirəm. Yəni, ilk ağlıma gələn budur. Tutaq ki, məsələni hələ ki bilmirəm. İlk ağlıma gələn düzbucaqlı çəkmək. Uzunluğu 6 kilometrdir. 1 kilometrimiz 1000 metrdir. 6 kilometrimiz 6000 metr. Eni 2 kilometr 500 metr. 2 kilometr 2000 metr. 500 üstünə gələndə 2500. 2500. Bunun sahəti nə qədər oldu? S bərabərdir. 6000-ə 2500-ə vuranda eləyəcək 150. Bu baxın bir dənə 150 elədi. Arxasında neçə dənə 0? 1, 2, 3, 4, 5 dənə. 15 milyon. Düzdür? Bəli. 306, bəli. 15 milyon kvadrat metr. Deməli, bir düzbucaqlının uzunluğu 6000 metrdirsə, eni də 2500 metrdirsə, həmin düzbucaqlının sahəsi 15 milyondur. Bu 15 milyonun, elə bir ki, mənə də deyir ki, hər hektardan 5-də 2 ton pambıq yığılır. Gəl görək bu 15 milyon neçə kvadrat metrdir? Üzr istəyirəm. 15 milyon neçə hektardır? Axı 15 milyon kvadrat metrdir bu. İndi yadda saxla. Mən demişdim ki, yuxarıda cədvəl çəkmişdim sənin üçün. İndi kvadrat metrdən, bax buradan hektara gəlmək üçün neçəyə böləcəm? 10.000-ə. Düzdürmü? Bax, ortada 2 dənə 100 var. 2 dənə 100-ə böləcəm elə bir. 2 dənə 100-ə böləcəm. Gəlin də 15 milyonu bölək 2 dənə 100-ə. 1500. 3, 5 kvadrat metr bölünsün. Neçəyə? 10.000-ə. 1, 2, 3, 4-ə. O düşəcək. Bax, 4 dənə 0 bundan silirəm. 4 dənəsində bundan. 1500. 1500 hektar. Düzdürmü? Bəli. 1500 hektar. İndi hər hektardan 5-də 2 ton alınırsa, görək 1500 hektardan nə qədər alınır? Bunu vuracağım 5-də 2-yə. 3 dəfə 3-ü 2-yə vuranda 600 ton. Bax, indi Fidan. Uzunluğu 6000, eni 2500 olan bir sahədən 600 ton pambıq alınır. 600 ton pambığı hər biri 25 sentner pambıq tutan neçə yük maşını yığmaq olar? Bax, 600 ton pambıqdır. Hər biri maşınlarda düzülüb burada, maşınlardır. Hər biri 25 sentner tutur. Sən ürəyin istəsə, ya tonu sentnerə çevir, böl 25-ə, ya 25 sentneri tona çevir, 25 sentner tona çevir, 600-ü böl həmən ədədə. Məsələn, hansını eləyək səncə? Sentner tona çevir. 25-li tona çevirək, düzdür? Tamam. İndi bax, yadda saxla. Bir tonumuz bərabərdir neçəyə? 10 sentner. 10 sentnerdir. Bir ton 10 sentnerdir. İndi 25 sentneri tona çevirmək üçün nə edəcəm? Böləcəm 10-a. Bərabər düşəcək 2,5 ton. 2,5 ton. Yəni 25 sentner 2,5 tondur. Ona böldüm. İndi mənə neçə dənə maşın lazım olduğu tapmaq üçün 600 tonu hər biri 2,5 ton tutan maşınlara yığsam, bölüşdürsəm, neçə dənəsi lazım olacaq? Bax, sənə öyrədirəm. Bayaq dediyimdir, bax. Bax, sən 600 2,5-ə bölmək istəyirsənsə, yuxarıda bax, tamdır da, bu 600 tamdır. 600-dən sonra ədəd yoxdur. Aşağıdan bu bölgüdən sonra bir ədəd var. Bura bir 0 artır. Olsun 6000. Bölürsən 25-ə. Neçəsi düşəcək?
Böləndə düşəcək neçə dəfə? Burada baxaq cavablara. Düşəcək. Deməli 2 dəfə düşsə 50, 240. Ay, sağ ol, 240. Sualın doğru cavab olacaq B variantı. İndi ekranı böyüdürəm, sən bir başdan analiz elə, ondan sonra. Bax, gör başa düşürsənmi? Bəli. Afərin sən. İndi keçəcəyik digər suala. 8 nömrəli suala. Az qalıb. Hər birində 10 sual. 8 nömrəli sualda deyir ki, ədədin 3 misli ilə, tutaq ki, A ədədin 3 misli ilə, misli bilirsən də vurma demək. 3A. Ədədin 3 misli ilə kvadratının hasili, hasil də vurmadır. Bax, ədədin 3 misli ilə kvadratının hasili bərabərdir 648-ə. Bax, yadında saxla, Fidan. Bax, bu A-nın üstünə nəsə yazılmayanda o 1-dir. Yəni, bir dənədir. Və yadında saxla, deməli, əsaslar eyni olanda, bax, bu hissələri eyni olanda, bir-birinə vurulanda üstlər toplanır. Olur A üstündə 3. 1 üstə gəlir ki, 3. Bunu belə yazım. Bərabərdir 648-ə. Bu olacaq 3A üstündə 3 bərabərdir 648-ə. A üstündə 3 bərabərdir 216-ya. Böləndə 216 düşür də, 3-ə böləndə. Nəyin kubu 216 eləyər səncə? Təbii ki, 6-nın. Ay, soğulu, afərin sənə. İndi mənə deyir ki, bunlardan sonra bilsən nəyi tap deyir? Deyir ki, A-nın kvadratından kubunun cəmini tap. A-nın kvadratı 36, A-nın kubu da 216. Bunların da cəmi neçə eləyir? Deməli, 252. Cavab. Bir dənə bunu da analiz elə. Başa düşdüm. Ay, sağ ol. Afərin. Keçək 9 nömrəli. Bəli, buyur. Nəsə demək istəyirsən? Mən faiz mövzusunu yaxşı bilmirəm. Onu izah edərsiniz bir də. Aha, onu da izah eləyərəm. Əvvəlcə atdığınız PDF-ləri izah edeyim hamısın. Ondan sonra faizi qəşəng izah eləyəcəm. Heç vaxt yadından çıxmayacaq. Tamam. Gəl indi keçək 9 nömrəli suala. 9 nömrəli sual. 9 nömrəli sualda belə bir kvadrat çəkib. Bax, diqqət elə. Belə bir kvadrat çəkib. Və kvadratı 4 dənə bərabər hissəyə bölüb. 1, 2, 3, 4. 4 dənə bərabər hissəyə bölüb. Mən nə edirəm? Yəni, indi bax, gör nə deyir orada. Deyir ki, AB və CB tərəflərini 4 bərabər hissəyə bölüb. Gəl B-ni yazaq bura. AB və CB. Həqiqətən də bu hissə ilə bu hissəni bölüb də. AB və CB tərəflərini 4 bərabər hissəyə bölüb. Düzdürmü? Sən də deyirsən ki, bəli, müəllim, düzdür. İndi bunun tərəflərini eyni böldüyünə görə x, buranın da x. Axı, bərabər bölüb deyir. Bərabər bölüb. O zaman buranın sahəsi neçə olacaq? Balaca kvadratın sahəsi x-in kvadratı. Düzdürmü? Bir tərəfinin kvadratıdır. Kvadratın sahəsi bir tərəfinin kvadratıdır. X-in kvadratı. Bəs yaxşı, ondan bir dənə böyük olan kvadratın sahəsi neçə olacaq? Bax, bura 2x-dir, burada 2x-dir. Bunun da sahəsi olur 2x-in kvadratı. 2x-in kvadratı nə qədər eləyir? 4x-in kvadratı. İndi 4x-in kvadratının 1x-in kvadratı içəri verilibsə, bu balacaya yeriyə nə qədər qalır? 3x-in kvadratı. Deməli, bura nə qədərdir? 3x-in kvadratı. Bu belə. İndi böyük, bundan bir dənə də böyük olan kvadratın sahəsi nə qədərdir? 3x-in kvadratı. 3x-in kvadratı nə qədər eləyir? 9x-in kvadratı. 9x-in kvadratın 3 ilə x-in kvadratı bura verilibsə nə qədərsi qalıb? Gəl belə eləyək ki, bunu qəşəng yazaq ki, biraz belə təntənəli olsun da. 3x kvadratından da x-in kvadratı, 9x-in kvadratından da 4x-in kvadratını çıxsam, qalır 5x-in kvadratı. İndi burada oldu 5x-in kvadratı.
Ay, sağ ol. 5x-in kvadratı. İndi mənə deyir ki, 5x-in kvadratı bütövlük sahəsinin neçə, nə deyir? Bir dənə baxın məsələn şərtinə. Deyir ki, rənglənmiş hissənin sahəsi, rənglənmiş hissə buradır, bax. Bax, bura gəlib çıxdıq bura. Bax, bu rənglənmiş, rəngləyirəm. Bax, rəngləyirəm. Bu rənglənmiş hissənin sahəsi ümuminin sahəsinin nisbətinin elə bil 64 mislindir tapda. Bax, 5x-in kvadratı ümuminin sahəsi nə qədərdir? Bax, yadda saxla. Bura ümumi nə qədər x-dir? 4 dənə x-dir. Ümuminin sahəsi 4 dənə x-in kvadratıdır. 4 dənə x-in kvadratı nə qədər eləyir? 16x-in kvadratı. 16x-in kvadratının hansı hissəsidirsə, onun 64 mislini tap. Все, hazır. X kvadratları getdi, 64 ilə 16 getdi 4 dəfə, 4 də 5-ə vuranda 20. Cavab oldu 20. Aydındır. Bəli. Bu biraz maraqlı sual idi da, yəni fərqli idi. Bu biraz fərqli idi. Bu biraz fərqli idi. Sonra keçək nəyə? Keçək digər sual. 10 nömrəli sual və birinci sınaq bitir. Birinci sual. Deyir ki, birincidə tam səthinin sahəsi 150 kvadrat santimetr olan kubun tam səthinin sahəsi hansı üstündən tapılır Fidan? 6 6 kvadratı. Bəli, 6A-nın kvadratı 150-dirsə, A-nın kvadratını tapmaq üçün 150-ni nə edəcəm? 6-ya böləcəm. Və A-nın kvadratı neçə olacaq? 36. Düzdür? O zaman A neçə olacaq? Nəyin kvadratı 36 edir? 6-nın. Bir üzünün sahəsi, indi bax. Bir üzünün sahəsi nə qədər? İndi görüm nə deyir burada. Bir üzünün sahəsi 9-dur. Xeyr, səhvdir. Həcmi 125-dir. Xeyr, səhvdir. Bütün tillərin uzunluqları cəmi 108-dir. Kubun neçə tili var? 12. Hər biri 6-dan neçədən eləyir? 72. Deməli səhvdir. Bu da düz deyil. Bütün tillərin uzunluqları cəmi 160 santimetrdir. Xeyr. Xeyr. Ən axıra kimi gedək. E variantı. 100% E variantı olacaq. 25'e yıraq. Necə? 156'ya bölündə. Səhv bölmüşəm. Bir dəqiqə baxım. Səhv bölmüşəmsə, bax. Üzrü say, necə səhv bölmüşəm bunu? Bilmədim. Gözlə. 6-ya bölürsən, düşür A-nın kvadratı. 2 dəfə 6 12. Bu necə səhv? Bilmədən səhv eləmişəm onu. A bərabər oldu. Nəyin kvadratı 25 edir? 5-in. Bu belə. Все, hazır. Həcmi neçədir? Avtomatik bax. Həcmi 125. Kubun həcmi nədir? A kubu. Əgər A 5-dirsə 5-in kubu neçə eləyir? 125. Getdi. Deməli 1-ə uyğun gələn hansıdır? B. Bu suallara uyğunluq sualları deyilir. Uyğunluq. 1-ə gəldi B. İndi ola bilər 1-ə tək B uyğun gəlməz. Başqa variant uyğun gələ bilər. Ona görə başqalarını da yoxlayacağam. Bütün tillərin uzunluqları cəmi 108-dir. 12-ci isə yox, olmaz. Bütün tillərin uzunluqları cəmi 60-dır. Kubun neçə tili var? 12. Hər biri 5 dənədən neçədən eləyir? 60. Ay, sağ ol. 60. Afərin Fidan. Olacaq 60, olacaq D. 1-ə gəldi B deyil. Bir dənəşin bitdi. Bir dənəsinə maksimum 2 variant uyğun gələ bilər. 2 dənəsini tapdınsa keç o birisinə. Deyir, həcmi 27-dir. Bax, 2 yazıram. 2 yazıram. Bir dənə kub düşün və onun həcmi 27-dir. A neçəyə bərabər? Nəyin kub 27 eləyir? Təbii ki, 3-ün. Düzdürmü? Fidan. Deyir, bir üzünün sahəsi 9-dur. Düz deyir. Bax, bir kub çəkirəm. Onun tili 3-dürsə, bir üzünün sahəsi nədir? 3-ün kvadratı 9. Başa düşdün? 2-yə uyğun gəlir. A. O cürün başqa uyğun gələn var. Tam səthinin sahəsi.
6a kvadratı. Bu da olacaq. Deməli, bax, deyir ki, tam səthinin sahəsi 54-dür. Kubun tam səthinin sahəsi nədir? 6a kvadratı. A-nı da 3 tapmışam axı. 6 vurulsun 3-ün kvadratı, yəni 9 ol eləyir 54. Həm də 2-yə uyğun gəldi nə? Y variantı. Bəli. Keçək üçüncünü tapaq. Üçüncü. Tam səthinin sahəsi, yox, tam səthinin sahəsi nədir? Keçək digərinə. Deyir ki, yan tillərinin uzunluqları cəmi 36 olan kubun və yan tillərinin uzunluqları cəmi. Bax, filan. Belə olanda neçə dənə yan tili var? 4. Bax, yan til, bax, buralarda. Bax, 1, 2, 4. Ay, sağ ol. Və hər biri də A-dır. Sadəcə bir özüm seçərək göstərəm ki, daha yaxşı görəsən də belə. Yan tillərin uzunluqları cəmi 36. Bax, 4 dənə A bərabərdir 36-ya. A bərabərdir 9-a. Nə istəyirdi məndən? Deyir ki, bütün tillərin uzunluqları cəmi 108-dir. Elə bu olacaq. Bax, neçə dənə tili var? 12 dənə. Hər biri 9 sm-də nə qədər? 108. Burada uyğun gəldi C. 3-ə də uyğun gəldi C variantı. Bitdi. Deməli, 1-ə uyğun gəldi B-dir, 2-ə uyğun gəldi A-dir, 3-ə də uyğun gəldi C. Aydındır. Bəli. Bax, bu 10 dənə sual sənə tam aydın oldu. Düzdür? Yəni, heç bir qaranlıq qalmadı ki. Afərin sənə. Afərin. Bu belə. Bununla işimiz bitdi. Bunu mən PDF-ləmişəm. Yaddaşda saxlamışam. Bir saniyə səbir ol. Bu belə. İndi keçək digərinə. Keçək digərinə. Buradan da çıxıram. Görüm, atmışdım onları. Keçək digərinə. Bu isə ikinci PDF-dir. Sınaq 12. Qəbul hazırlıq 12-ni izah elədim. Bu 11. Onu da ekranı yarıya bölək. Ekranı yarıya bölək ki, daha səliqəli olsun. Bu notu açaq. Elə bunun davamına yazacağam. Bunun davamına yazacağam. Yazıram. Qəbul 11. Ona görə necə yazmışdım. Buna da qəbul 12 yazım. Aydın olur izahım sənə. Filan. Tamam, keçək bir nömrəli suala. Bu çevrilmədir. Təbii ki, burada baxan kimi ilk gözə çarpır C variantı. Çünki bax, bir tonumuz 1000 kiloqram. Bir tonumuz 1000 kiloqram. İndi 0,1000-də 46 ton. Bunu kiloqrama çevirmək üçün, bax, vururam neçəyə? Tonu kiloqrama çevirmək üçün 1000-ə vurmaq lazımdır. Bax, yadında saxla. Yadında saxla. Vergüldən sonra neçə dənə ədəd var? 3 dənə. 3 dənə 0 silinir, vergül 3 dənə sağa sürüşür. Olur 46. Sualın doğru cavabı C variantı. Bir dənə analiz elə. Başa düşdüm. Afərin. Keçək indi 2 nömrəli suala. Məxrəc və sürətinin fərqi 60 olan kəsir 9-da 4 kəsirinə bərabərdir. Bu kəsirin məxrəci ilə sürətinin cəminin kimisinin tapıb. Bax, bir kəsir təsəvvür elə. Məxrəcindən sürətini çıxanda 60 eləyir. O zaman məxrəci x plus 60 olsun, sürəti x olsun. Həqiqətən məxrəcindən x plus 60-dan x-i çıxanda nə qalır? 60. O da deyir ki, məxrəc və sürətinin fərqi 60 olan. Kəsirin qiyməti 9-da 4-ə bərabərdir. İkisi hazır. Hazır. Sarpaz vuracaqsan. 9x bərabərdir. 4 vurulsun x plus 60. 9x bərabərdir. 4x plus 240.
Birində hardan gəldi? 4x-ə vurdun, 4-ü 60-a vurdun. 9x 4x'i sola keçirilirsən, bərabərdir 240. 5x bərabərdir 240-a. X bərabərdir 4, 48-ə. Düzdür? 4-ə 5-im 20. 8-ə 5-im də 40, 48. Deyir ki, bunun sürətinlə məxrəcinin cəminin kimisidir. Gəl əvvəlcə həmin kəsiri tapaq. Həmin kəsiri neçə eləyəcək? Sürəti 48, məxrəci də 60 üstə gələ 48. Yəni 48 bölünsün 108. Bunların cəmi neçə eləyir bəs? 48 üstə gələk 108. Bu da eləyəcək. 156. Deməli 100 neçə? 56. 156. Onu da vuracam neçəyə? 2-yə. Eləyəcək 312. Var elə bir cavab. Yoxsa səhv? Hə, yox, vurdum, düz vurmuşam. E variant. İndi bax, zəhmət olmasa analiz elə. Başa düşdüm. Afərin. Keçək 3 nömrəli suala. 3 nömrəli sualda deyir ki, A-nın neçə natural qiymətində A plus 2 bölünsün 24 kəsiri düzgün olar, həm də sadə olar. Sadə kəsiri bilirsən nədir? Fidan. Bəli, ixtisar olmuyor. Bəli, ixtisar olunmayan. İndi bu düzgün kəsirdirsə A plus 2 kiçikdir nədən? 24-dən. A da kiçikdir neçədən? 22-dən. A 22-dən kiçik olmalıdır və yerinə qoyanda ixtisar olunmayan olmalıdır. Məsələn, A-ya verə bilərəm 1, 2, 3, 4, 5 bu qiymətləri yazıram hələ ki. Və məsələn, 1 verə bilmərəm, çünki ixtisar olunacaq. Görsən, 1 qoyanda olacaq 24-də 3. Hər ikisi 3-ə bölünür axı. 2 verə bilmərəm. 3 verə bilərəm. 4 verə bilmərəm. Cüt ədəd verə bilmərəm ümumiyyətcə. 5 verə bilərəm. 6 verə bilmərəm. 7 verə bilmərəm. Nə olsun təkdir? Niyə verə bilmərəm 7? Çünki 7 verəndə 9 olacaq. 9 da 3-ə bölünür, 24 da 3-ə bölünür. 8 verə bilmərəm, 9 verə bilərəm. Sonra neçə verə bilərəm? 10 verə bilmərəm, 11 verə bilərəm, 12 verə bilmərəm, 13 verə bilmərəm, çünki 15 olacaq, qısar olacaq, 14 verə bilmərəm, 15 verə bilərəm. O görün bunlar arasında qanuna uyğunluq var. 5-dən sonra, 3-dən sonra 5 gəlib, 5-dən sonra 9 gəlib. Yox, burada qanuna uyğunluq yoxdur. Çünki 2 artdı, 4 artdı. Yox, bir dəqiqə gözlə. 2, 4, 2, təzədən 3 artıb. Yox, qanuna uyğunluq yoxdur aralarında. Deməli, 16 verə bilmərəm, 17 verə bilərəm, 18 verə bilmərəm, 19 verə bilmərəm, çünki 21 olacaq. 21 ilə 3-ə bölünür, 24 3-ə bölünür. 20 verə bilmərəm, 21 verə bilərəm. 21 verə bilərəm, çünki 23 olacaq. Neçədən oldu? 1, 2, 3, 4, 5, 6 və 7. Var 7. Bəli, Y variantı. Yəni 7 dənə qiymət verə bilərəm ki, həm düzgün olar kəsir, həm də sadə olar. Gör, başa düşürsən? Bəli. Belə. Sonra keçirəm 4 nömrəli suala. 4 nömrəli sualda təşkillərdən neçəsi həmişə doğrudur. Həmişə doğrudur. Vuruqlardan hər biri verilmiş ədədə bölünmürsə, hasil də həmin ədədə bölünmür. Xeyr. Məsələn, 2 ilə 5-dir. Vurulan neçə eləyir? 10. Ta ki 2 ilə 5 neçə deyək? Məsəl üçün 2-yə. Məsəl üçün, görürsən 2-yə bir dənə 2 bölünür də, düzdür? 5 bölünmür ki, bölünmür. Amma nə olsun ki, hasil də bölünür 2-yə. Yəni o şərt deyil ki, o vuruqların hər ikisi bölünsün. Görürsən, biri bölünür, amma hasil də bölünür. Başa düşürsən Fidan nədir? Bəli. Ay, sağ ol. 1 doğrudur. Bax, 2 nə deyir? Yox, 1 həmişə doğru deyil. Yəni 1 olmaz. 1 həmişə doğru deyil. Yəni 1-i götürə bilmərəm. Mənə həmişə doğrular lazımdır. Bölünən və bölənin hər ikisini artırsaq qismət dəyişməz. Bu doğrudur. Təsəvvür elə ki, 4 bölü 2 bərabərdir 2-dir. Bunu 2 dəfə artırıram, olur 8. Bunu da 2 dəfə artırıram, olur 4. Bu yenə 2-yə bərabərdir. Heç vaxt dəyişmir. Bölünənlə böləni artıranda qismət heç vaxt dəyişmir. Davam eləyək. 2 doğrudur.
2 həmişə doğrudur. 1 səhv, 2 həmişə doğru. 3 bölünən və bölən qismətin hasilini nə deyir bu? Bölən və qismətin hasilini bölünənin kvadratına bərabərdir. Xeyr, bölünənin özünə bərabərdir. Verilmiş ədədin qalıqsız bölündüyü natural ədədə həmin ədədin bölünəni deyilir. Xeyr, böləni deyilir. Verilmiş ədədin qalıqsız bölündüyü natural ədədə bölən deyilir də. 4 yerə bölünür, 3 yerə bölünür. Burada 4 də səhv olacaq. 3 ardıcıl cüt ədədin cəmi həmişə 8-ə bölünür. Gəl 3 dənə ardıcıl tək ədədli gör. Cüt ədədli görün mənə. Bir dənə. 2, 4, 6. Yox, elə yox. Formulunu da görün. Formulunu da görün ardıcıl cüt ədədlərin. 2n, 2n plus 2, 2n plus 4. İndi 3 dənə ardıcıl cüt ədəd yazdım. Bu eləyəcək 6n plus 6. Düzdür? Bəli. Bu 8-ə bölünür ki, həmişə. Xeyr. N-i aparıb 1 versəm, 6 və 1-im 6, üstün 6 gələndə 12. 12 bölünmür ki, xeyr, bölünmür. Deməli, bu da səhvdir. Bir dənəsi doğrudur. Bir dənə 2. Yəni, həmişə doğru olan bir dənə 2-dir. Keçirəm 5 nömrəli suala. 5 nömrəli sual da gözəl sualdır. 5 nömrəli sual. Ümumiyyətlə, fəza fiqurları çox gözəldir. Onları yaxşı bilmək lazımdır. Düzbucaqlı paralelipipedin 2 rəqəmli, yəni 2 rəngli üzünün sahələri cəmi 234. Bax, diqqətlə qulaq as. Paralelipipeddir. Bu paralelipiped. Bunun deməli, bu 8-dir, bu tili. Bu tili 18-dir. O Belə. sualda. Necə? 4-cü sualda 5-cidə 3 ardıcıl cüt ədədin cəmini həmişə 1-ə bölməyi başa düşmədim mən. Deyir ki, hani o 4-cü sualda 5-cini. Deyir ki, 3 ardıcıl cüt ədədin cəmi həmişə 8-ə bölünür. Axı həmişə bölünmür. Məsələn, tutaq ki, bax 2, 4, 6-dır. Düzdür? 2, 4, 6-nın cəmi neçə eləyir? 3 dənə ardıcıl cüt ədəddir. Neçə eləyir cəmi? 12. 12 8-ə bölünür. Xeyr. Bölünmür də. 12 8-ə tam. Deməli, bu səhvdir də. Orada 1 deyirsən, həmişə 1-ə bölünür. 8-ə oxşuyur axı orada. Yəni, safla siz yazmışsınız. Bax, gör, orada dəqiqləşdir. 8-dirsə, yəni bu səhvdir. 2-dirsə, düzdür. Sonra 1-dirsə də düzdür. 1 olmaz amma, heç vaxt 1 verməz. İnanmıram 1 verək. Bəlkə də o 2-dir. Amma yəni siz yazmışsınız da, bir dənə onu siz dəqiqləşdirin. Mən 8 kimi gördüm. Mən onu çatdırmışam, o 1-dir. Burada 1. Dəqiq 1-dir də, hə? 1-dirsə o da doğrudur. Hə, 1-dirsə əgər, yəni dediyim kimi, misalın həlli mən dediyim kimidir. Amma 1-dirsə, safda 1-dirsə, o zaman, yəni bu 5 də doğrudur. O zaman 2 dənə olur cavab B variantı. Yox, 8-dirsə, o zaman A variantıdır. Tamam, əgər 1-dir deyirsənsə, 5-ci sualda, orada o şərtdə olan 1-dir deyirsənsə, bax bu gözə yazdığım. Bu 1-dirsə, bu 1-dirsə, o zaman cavab B variantıdır, 2 dənəsi. Amma 1 verməzliyi var, oradan səhv çıxartmışsınız, o düz yazmayıblar. Orada ya 2 verir, ya 8. Tamam, nəsə, qayda sualımıza, yəni o çox da vacib sual deyil də, bu daha yaxşı sualdır. Deyir ki, düzbucaqlı paralelipipedin 2 rəngli deməli, üzünün sahələri cəmi 234-dür. Olarsa, onun bütün tillərinin uzunluqları cəmini tapın. Əla. Deməli, bax, burada diqqət eləmək lazımdır. Bax, hündürlüyünə bir dənə x deyirəm. Bax, hündürlüyünə bir dənə x deyirəm. Bu üzü neçə eləyəcək o zaman, bu üzü? 8x sahəsi. Bəs bura 8-dirsə, bunun yuxarı hissəsi də 8-dir də, bax bura. Bura da 8-dir. Düzdür, aşağı 8-dirsə, bir dənə. Yuxarı da 8-dir. Yuxarı da 8-dir.
8-i 18-ə vuranda nə qədər eləyəcək? 80, 64, 144. Bu ikisi bir yerdə nə qədərdir? 234. Rəngli üzlərin sahələri. 8x bərabərdir. 234-dən çıxıram nəyi? 144-ü. 8x nəyə bərabərdir? Bunu çıxanda eləyir 0, 9, 90. X də bərabərdir. 90 böl 8. 90-da 8-ə böləndə bir dəfə, bu da bir dəfə, 11 tam onda, 11 tam 88, 11 tam neçə eləyir? %25 eləyir, düzdür? Yoxsa deməli, gəl bölək də 11 tam %25 eləyəcək, bəli, %25. Все. Bax, bütün tilləri mənə məlumdur. Bütün tilləri mənə məlumdur. Bax, eni 8, uzunu 18, hündürlüyü 11 tam 125. Hər bir tildən neçədə nədir? 4 dənə. 32, 72, bu neçə eləyir? 45. Bunların cəmi neçə eləyir? 149. Bitdi. Qəşəng sıfat. Buyur. Gör, başa düşürsən? Bəli, başa düşdüm. 6 da yaxşı sualdır. Keçək 6-ya. Deməli, mən bu şəkli çəkəcəm. Əslində üstündə də yaza bilərdim. Yox, çox çəkim. Deməli, bax, burada yenə ölçü vahidlərini bilməlisən. Kvadrat metrə çevirsəm hamısın, bu eləyəcək 900, bu eləyəcək 225 donsuzda, bu eləyəcək 1600, bu eləyəcək 900, bu da eləyəcək 225 yenə. Əgər bax, indi kvadratdırsa bu, bunlar kvadratdır da, düzdür? Deməli, bu 900 ise bunun tərəfi neçədir? 30. Bu 225 ise nəyin kvadratı 225 edir? 15'in. Burada 15'dir. Perimetri bilirsən də nədir? Kənarlarının cəmi. Bu 30'dursa, burada 30'dur. İndi bura 30'dursa, bunun bu hissəsi 15 düşübsə, bu balaca hissəyə nə qədər düşür? Burada 15. Axı 30 eləməlidir. Sonra 1600 nəyin kvadratıdır? 40'ın. Bura bütöv 40'dırsa, bura kimi 30'dursa, bura kimi nə qədərdir? 10. Sonra bura kimi 30'dursa, bura kimi nə qədərdir? 10. Bura nə qədərdir? 30. Bura nə qədərdir? 30. Bura nə qədərdir? 15, 15, 15. 30'dursa 15'də bura düşür. Все, 40'da bura düşür. İndi nə edəcəm? Sarı ilə olanları toplayacağım. Sarı ilə rənglədiklərini toplayacağım. 15, 30, 60, 90, 100, 140, 150, 180, 210, 230, 30 gələndə 240, 270, 310, 340. Perimetr bərabər 340. Elə bir cavab görək var. Hə, var. A variantı. Buyur. Gör, başa düşürsən? Bəli, başa düşürəm. Keçək 7 nömrəli suala. Az qalıb. Bunu da birazdan bitiririk. Üçbucağın perimetriyi, bax, bir üçbucaq çəkirsən öncəliklə. A, B, C. Perimetri A büyük plus B plus C bərabərdir 15 tam 13'də 8'ə. Birinci tərəflə ikinci tərəf, yəni A ilə B-nin cəmi 10, deməli 13 deyəcəkdim. 9 tam 13'də 1. İkinci tərəflə üçüncü tərəfin cəmi 13 tam 13'də 2. Üçüncü tərəfi tapın deyir, yoxsa ikinci tərəfin uzunluğunu tapın. B bərabərdir sual. Hə, indi nə edək? Bunu tapın.
Deməli, mən nə edəcəm indi burada? Bax, üçüncü tərəfi tapa bilərəm də, düzdür? Bəli. Üçüncü tərəfi rahatlıqla tapa bilərəm. Necə taparam üçüncü tərəfi? A ilə B-ni verib, aparıb burada yazaram yerinə, C-ni taparam. 9 tam 13'te 1 üste gəlinsin. C bərabərdir 15 tam 13'te 8. C bərabərdir 15 tam 13'te 8'dən də 9 tam 13'te 1'i çıxanda 15'dən 9 çıxıram 6. 13 qalır yerində. 8'dən də 1 çıxıram 7. Üçüncü tərəfi tapdım. İndi nə var ikinci tərəfi tapmağa? Bunu da gətirib burada yazaram yerinə. B bərabərdir 6 tam deyərdim amma demirəm. 13 tam 13'te 2'dən çıxıram 6 tam 13'te 7'ni. Hə, deyə bilərsən ay müəllim. Bəs yaxşı, mən 13'dən 6'nı çıxdım. Axı 13'te 2'dən 13'te 7'ni çıxa bilmirəm. Tez qaçarsan bunu düzgün olmayan kəsrə çevirməyə. Mən də deyirəm, xeyr, vaxt itkisidir. Nə edirsən? Necə yazarsan? Məsələn, sən də görün bilirsən bunu. Orada 12'den bir tanesini verməliyik. 13'den 13'dən bir dənəsini verməliyik. Nəyə verməliyik? 2'ye. 13'den üstüne 2 yani 15. Belə eləməlisən, bax. 13'dən bir dənə azaldırsan, yazırsan 12. Düzdür? Üstə gəlinsin. O bir dənəni yazırsan 13'te 13 kimi. Üstə gəlinsin 13'te 2. Bu eləyəcək 12 üstə gəlinsin. Deməli 13'te 15. Bu da eləyəcək 12 tam 13'te 15. Əslində bu yazılış düzgün deyil. Sadəcə misalımıza görə yazmalıyıq. B bərabərdir 12 tam 13'te 15'dən çıxacam 6 tam 13'te 7'ni. Bu da eləyir 6 tam 13'te 8. Görək belə cavab var. Var. A variant. Bəli. Buyur, bir dənə analiz elə, gör başa düşürsən. Bəli, başa düşdüm. Aferin sənə. Keçək 8 nömrəli suala. 8 nömrənin üstünə ulduzu qoyublar, yəni bu çətin sualdır. Ona görə qoyub ulduzu, hə? Ulduzlu sual. Bəli. Müəlliminiz tərtib edib sualları. Bunu izah edəm. Necə? Bunu bizə deməyib. Yox, sualların tərtibi deyirəm. Sualı kim yazıb? Hə, bunu bilmirəm. Başqa müəllim yazıb. Hə, tamam, yaxşı. Bu sualı deməli orta məktəb kitabında verilib. Yəni bu sualın eynisi verilməyib. Bu suala bənzər orta məktəb kitabında rast gəlinib. Yəni mən bilirəm oradan uşaqlara BSG, KSG izah eləyəndə bu sual tipindən görmüşəm orada. Deməli burada nədir məsələ? Deyir ki, AC 11'dir. Ya burada rənglidir bax. Bu buranda yaxşı olan rəngləyək ki, qəşəng olsun. Bax belə. Aha. Bunda rənglədik belə. Bax belə. Bura 11'dir. Deməli, BC 9'dur. Buranı bilmirəm nədir. Bura X-dir. Amma bu sınıq xətlər var ya, bura 15'dir. Gör indi nə eləyəcəm? Gör indi nə eləyəcəm? Üçbucaq bərabərsizliyini bilirsən, Fidan? Bütünlər sahəsi. Yox, bərabərsizliyi. Üçbucaq bərabərsizliyini bilirsən? Yox. Üçbucaq bərabərsizliyi nədir? Üçbucağın məsələn, bir üçbucaqdır, A-dır, B-dir, C-dir. Üçbucağın hər hansısa bir tərəfi digər iki tərəfin cəmindən kiçik, fərqindən böyükdür. Tutaq ki, bu belə olmazsa üçbucaq sayılmır. Yəni üçbucaq qurmaq olmaz heç vaxt. Yəni bu istənilən tərəf üçün keçərlidir, bax belə. Bu qaydadır. Yazıram qayda. Qayda. İndi bax, mənə deyir ki, bu üçbucaq var ya, bu biri də, o 40-40 xətdən, o rənglənməyən hissə. Deyir, rənglənməyən hissənin perimetri ən çox neçə ola bilər? Mən
O rənglənməyən perimetrin ən çox tapmaq üçün mən məcburam ki, buranı ən böyük götürəm. Bəs yaxşı, mən buranı ən böyük neçə götürə bilərəm? Sual yaranır. Buranı ən böyük neçə götürə bilərəm? Və sən yazırsan belə, x bilirsən ki, kiçikdir 11-dən 9-un cəmindən, böyükdür nədən? Onların fərqindən. 2 kiçikdir x, kiçikdir 20. Sən də burada x-i ən çox neçə götürə bilərsən? 19. Bəli, 19 ilə 15-in cəmi 34. Cevabı. Yəni cavab. Buyur. Analiz elə. Bunu da başa düşdüm. Başa düşdün, hə? Bəli. Hə, əla. Keçək 9 nömrəli suala. 9 nömrəli sual qarşılıqlı bucaqlardır. Həm də sənin əsas anlayışlar mövzusuna aid olan sualdır. 8x çıxı 15, bu tərəfdə də 5x plus 20. Bunları bir-birinə bərabərləşdirəcəksən. 8x minus 15, 5x plus 20. 8x-dən çıxaram 5x-in. 3x. 20-nin də üstünə gələrəm 15. 3x bərabərdir 45-ə. Deyərdim, demirəm. Çünki neçə eləyir burada? 35. 35. Neyse səhv yazdım. Deməli 5x, 3x, bunu da o tərəfə keçirdik. Yox, bax, nəysə düzgün yazmamışam burada. 8x çıxı 15, 5x plus 20. Düzdür? 5x bu tərəfə, 15 yox, düzgün yazıram. X də bərabərdir, x də bərabərdir. 35 böl 3. Amma burada nəsə düzgün getməyib. Burada bu, bilsən neçə olmalıydı? Rəqəmi düzgün verməyibləri. Burada bu 45 olmalıydı ki, tam bölünsün. Düzdür, cavab belə qalacaq. Amma bu, məsələn, 20 yox, olsaydı burada, məsəl üçün 30, 30 olsa daha yaxşı olardı. Çünki 30 o tərəfə keçirdəndə olacaqdı 45, 45-i də 3-ə böləndə 15. Amma biz verilən misal əsasına gəl belə yazaq. Da neyini misalı belə verir. Bax, məqsədimiz nə idi? Bərabərləşdirdik bir-birinə. X-ləri bir tərəfə, ədədləri bir tərəfə keçirdim. Düzdür? Sonra x-i də tapanda 35-i böldüm 3-ə, düşdü 35 böl 3 ilə. Gör, başa düşürsən? Orada 5x üstə gəl 20, 8x çıx 15-ə bərabərdir. 5x üstə gəl 20 bərabərdir 8x çıx 15-ə. Bəli, çünki onlar qarşılıqlı bucaqlardır. Bəli, başa düşdüm. Yadda saxla ki, qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Qarşı bucaqlardır, qarşılıqlı. Burada da bir y olsaydı, y-lə də bax, bu bucaqlar qonşu olardı. Amma y-in qarşısındakı da onun qarşılıqlı bucağı olardı. Başa düşürsən? Bəli. Hə, amma müəllif bunu yazanda, bura 20 yox, 30 yazsaydı daha yaxşı olardı. 30 yazanda 45 olacaqdı. 45 3-ə böləndə tam ədəd düşəcəkdi. Yaxşı? Bəli. Keçək 10 nömrəli suala. Bu da 10 nömrəli sual. Bax, yadda saxla, sənə qayda deyirəm. Bölmə olan bərabərliklərdə dərs qayda olunur, onsuz da göndərəcəm. Oradan baxıb dəftərinə yazarsan. İndi yazma, vaxt getir. Bölmə olan bərabərliklərdə böyük ədədin yanındakı böyük, kiçik ədədin yanındakı kiçikdir. A kiçikdir birinci üçün B-dən, o da kiçikdir C-dən. Bölmə olan bərabərliklərdə böyük ədədin yanındakı böyük, kiçik ədədin yanındakı kiçikdir. Deyə bilərsən ki, ay müəllim, bəs bu nə deməkdir? Bunu mənə bir izah elə. Mən də deyirəm ki, Fidan, təsəvvür et ki, bir ədədi 33-ə bölürsən, digər ədədi 77-yə bölürsən. Yəni, bu C daha böyük ədəddir ki, bunu 77 yerə bölürsən, A-nı 33 yerə bölürsən, bir-birinə bərabər olur. Sən təsəvvür elə də, bir var bir ədədi 77 yerə böləsən, bir var 33 yerə böləsən. Bəli. Və bu 77 yerə bölünən ədəd əgər 33 yerə bölünən ədədə bərabər olursa, yəni ifadəyə bərabər olursa, deməli bu 77 yerə bölünən daha böyük ədəddir ki, bu bərabər olub da bir-birinə. Başa düşdün? Bəli. Ay sağ ol. Bu belə, bu birinci qayda. Toplama olan bərabərliklərdə böyük ədədin yanındakı kiçik, kiçik ədədin yanındakı nədir? Böyük. Böyük.
Üçüncüdə də vurma ilə toplama eynidir. Böyük ədədin yanındakı kiçik, kiçiyin yanındakı böyük. İndi görək hansına hansı uyğun gəlir. 1-ə uyğun gəldi. A kiçikdir, B kiçikdir, C, E. 1-ə uyğun gəlir E variantı. 2-yə Keçir. uyğun 2-yə C-yə baxın bir dənə. Aha, C uyğun gəlir. 3-ə də Bir. B. Bu da sənin üçün ikinci sınağın tam izahı. Hər şeyi başa düşdün? Bəli. Hə, əla. Aferin sənə. Gəl indi buradan da çıxaq. Keçək digərinə. Deməli. Bir dəqiqə. Ay maşallah bu suallar daha böyük. Tamam, olsun. Problem değil. Böyük sualların nə olur? Kiçik həlli olur. Hamısını izah edəcəm. Elə bu PDF-in davamından yazıram. Qəbul 12, qəbul 11, bu da qəbul 10. Keçirəm bir nömrəli suala. Bu tip suallarda sondan əvvələ gəlmək lazımdır. Yazıram sondan. Burada sən Fidan. Bəli. Aha, əvvələ. Elə bildim set getdi. Sondan əvvələ get. Bu nə deməkdir? Ən sonda neçə manatım qalıb? 25. 25. 25-dən əvvəl nə qədər xərcləmişdim? 3 manat. Gəl üstünə. Nə qədər oldu? 28. 28 nə idi? Orada ki 0,3 hissəsini xərclədi. 28 qaldı. Hələ 3 manat xərcləmirəm. 3 manat gəlmişəm üstünə. 0,3-ün xərcləyibsə neçəsi qalır? Onda 7-si. Hə. Elə bil onda 10-dan 14 çıxırsan, onda 7 qalır. Onda 7 hissəsi 28 olan ədədi tapıram. Ay, sağ ol, aferin sənə. 28-i bölürəm onda 7-yə, vururam. 10-a bölürəm 7-yə. Düşür neçə? 40. 40. İndi 40-ın qayıdıram əvvələ. 5 manat xərcləmişdim axı. Gəlirəm onun üstünə. 45. 45. İndi 45 budursa, burada da deyir onda 4 hissəsini xərcləyəndən sonra. Elə bil onda 4 hissəsini xərcləyibsə neçəsi qalıb onda 6-sı? Onda 6 hissəsi 45 olanda da baxacam. 45-i vuracam. 10-a böləcəm 6-ya. Bu deyir nə qədər? Bundan bu 2 dəfə. Bu 3-ə böləndə 15. Bundan bu 5. 5-i də ona 75. A variant. Görsən necə rahat izah elədim sənin üçün, bax. Bunun bundan qısa həlli yox. Yəni gözlə. Pəncərə. Başa düşdün bunu? Bəli. Aferin sənə. Keçək indi nəyə? Digərinə. Görək digərində bizə nə deyir, nə istəyir bizdən. Deyir ki, həftənin 6 günü iş günü hesab edilir. Həftənin 6 günü Fidan iş günü hesab edilir. İşçilər gün ərzində 7 saat işləyəndə, yox, hələ bu məsələni oxuyaq. Həftənin 6 günü iş günü hesab edilir. İşçilər gün ərzində 7 saatdan artıq işləsələr, hər əlavə iş saatına görə işçiyə 10 manat əlavə pul ödənilməlidir. 4 işçinin həftəlik normal iş vaxtlarına görə maaşı 4200 manat olarsa, 4 dənə işçinin həftəlik yəni iş maaşları 4200 manatdır. Deyir indi, həftəlik 51 saat işləyən bir işçinin həftəlik maaşı nə qədər olacaq? Nəsə belə bir qarışıq bir şey verdi bizə. Gəl indi bunu hissə-hissə gedək. Tam oxuduq, indi hissə-hissə gedək.
Bu çətin məsələyə oxşuyur. Amma dediyim kimi bunun uzunlarının da qısa həlli olur. Bir işçi üçün hesablayaq. Ən gözəli bir işçi üçün hesablayaq. 4200-ü nə eləyərəm? Bölərəm 4-ə. Düşəcək 1050. 1050. Bir işçinin həftəlik maaşı nə qədərdir? 1050 manat. Həftənin neçə gün iş günüdür? 6 günü. 6 ihtiyaç. Görə indi bu 1050 manatı nə qədər işləyib, nə qədər vaxt işləyib alıb? Həftənin 6 günü iş günüdür. Normal iş saatı 7 saatdır. Nə qədər eləyir? 42 saat. 42 saat işləyib nə qədər alır? 25. 25. 5 yani. 1050 manat. Bəs yaxşı 51 saat işləsə nə qədər alar? X. Çarpaz vursan, X tapacaqsan. Nə qədər edir görək? 51 vurulsun 1050. 75. Neçə elədi? 1275. Sağ ol. 1375 B variantı. Çox sağ ol. Mənə kömək elə. Buyur, amma həllinə bax. Həllinə bax. Aydındır? Bəli. Aferin sənə. Keçək 3 nömrəli suala. 3. Neçə nömrəli məktəbdə oxuyursan Fidan? 240. 240. Tamam. Deməli, 3-cü sual. Satıcı 5 kilogram kartofu 4 manata satır. Bax, həmişə yadında saxla. 1 kiloqramının məbləğini tapmaq üçün verilən pulu o alınan çəkiyə bölmək lazımdır. Amma mən nə edəcəm? Mən bunu qəpik ilə hesablayacağam ki, yəni burada bu xoşum gəlmir də, bu olmuş kəsrə falan olmasın. Düzdür? 5 kiloqramına neçə qəpik verib? 4 manat verib neçə qəpik eləyir? 400 qəpik. O zaman 1 kiloqram neçə qəpiyə düşür? 80 qəpiyə. Düzdür? İndi bu 1 kiloqramı 80 qəpikdir. Nəyin? Kartofun. Kartof. Baxırsan? Fidan. Bəli. Bəs 1 kiloqramı soğanın 1 kiloqramı neçəyə düşəcək? Bundan 30 qəpik az. Yəni 0,3 manat 30 qəpikdir. 50. 50 qəpik. Ay sağ ol. 50 qəpik. Basan sualdır. Soğan. Deyir indi 10 kiloqram kartofa verilən pul 8 belə bir deməli 8-i ona vuranda 800 qəpik. Belə eləyək də, belə qəşəng yazaq ki, təntənəli olsun. 800 vuran 800 qəpik, bu eləyir 8 manat. Digəri də 50 vuraq 10, yəni kiloqramına vururam 500 qəpik, bu eləyir 5 manat. 8 manatdan da 5 manat çıxaram, qalar nə qədər? 3 manat. Bu da eləyir A variantı. Başa düşürsən? Bəli. Aferin sənə. Aferin. Keçək bu digər məsələyə. Dördbucaqlıların hər birinin sahəsi özündən sonraki dördbucaqlının sahəsinin 0,25 hissəsini təşkil edir. Dördüncü dördbucaqlının sahəsi birinci dördbucaqlıdan neçə dəfə böyük? Nə deyir bu? Filan. Buna baxaq. Görək nə istəyir bizdən. Bax, mən nə edəcəm? Bax, 0-dan %25 hissəsi nə deməkdir? Yəni, %25, yəni 4-də 1, ixtisar eləyəndə 4-də 1. Yəni, bu bir sənə deməkdir, Fidan. Hər sonraki özündən əvvəlkindən 4 dəfə böyükdür. Bax, 4-də 1, yəni hər sonraki özününkindən 4 dəfə böyükdür. Bax, bu x-dirsə, bu 4x-dir, bu 16x-dir, bu 64x-dir. Bax, görürsən, hər sonraki özündən əvvəlki, yox, hər birinin sahəsi özündən əvvəlki sonrakının %25 hissəsini təşkil edir. Həqiqətən də %25 4-də 1 deməkdir. Bax, bu x var, özündən sonrakının 4-də 1-ini təşkil edir. Bu 4x var, 4x özündən sonrakının 4-də 1 hissəsini təşkil edir. Görürsən? Bax, belə. İndi sənə burada deyir ki, bu nə idi ekrana gəldi? Bu necə aparım buradan?
Hə, nə deyəcəkdim? Deyir indi dördüncü düzbucaqlının sahəsi birincinin sahəsindən neçə dəfə böyükdür? Çox asan. 64 x bölərəm x 64 dəfə. E variantı. Başa düşürsən? Bəli. Aferin sənə. Keçirəm 5-ciyə. Bu nə sualdır? Deyir ki, A ədədinin vergülünü nə deyir? A ədədinin vergülü bir rəqəm sağa sür. Ha. Bir rəqəm sağa sürüşdürmək nə deməkdir? Tamam. Bir rəqəm sağa sürüşdürmək nə deməkdir onluq kəsrdə? Ona vurmaq. Ay sağ ol. Bir rəqəm bunu əgər deyir ki, A ədədinin vergülünü bir rəqəm sağa sürüşdürsək, yəni A-nı 10-a vursam, bərabər olar B-yə. B ədədinin vergülünü 2 rəqəm sola sürüşdürmək nə deməkdir? Bizə B-ni bölmək. yəni 100-ə bölmək. Bunda nəyə bərabər olar? C-yə. İndi mənə belə bir şey verib. A üstəgəl B üstəgəl C bərabərdir 799 tam onda 2. Düzdürmü? Bəli. 799 tam onda 2. Hə, deyir indi bunu hesabla. Mən nə edərəm? Mən nə edərəm? Hamısı elə bir ki, hamısını aynən ifadə eləyəcəm. Axı deyir A-nı tap. Mən nə edərəm? B-ni yerinə yazaram 10 dənə A. Düzdürmü? Hı -hı. C-ni də yerinə yazaram. Elə bil B-nin yerinə 10 dənə A-da. Gətirərəm burada da B-nin yerinə 10 dənə A yazaram. Deməli, C-ni tapanda 10 dənə A-nı 100-ə böləndə düşür 0,1 A. Yəni 10'da 1 A yazaram buna da. Bu bərabərdir 799 tam onda 2. 11A, 11 A-nın üstünə 10A gələndə 11A, 11A-nın üstünə 0,1 A gələndə edir 11,1 A. Bu bərabərdir 799 tam onda 2. A bərabərdir 799 tam onda 2-ni də 11 tam onda 1-ə böləndə düşəcək 72. C variantı. Gör başa düşürsən? Bəli. Aferin sənə. Az qaldı. Biraz da səbirli ol. Deməli, 6 nömrəli sual nə deyir? Görək, maraqlı sual oxşayır. X bərabərdir 2 vurulsun 0,5 üstəgəl 0,137 üstəgəl 0,125 üstəgəl 0,126 deməli y bərabərdir 1 üstəgəl 0,26 üstəgəl 0,75 üstəgəl 0,48. Bu bilirsən nə deməkdir? Bunun hamısını 2-yə vuracaqsan. 2-yə vuracaqsan. Neçə eləyəcək? 1, 0,74, 0,250, 0,52. Düzdür? Sonra bax, bununla bunu toplayacaqsan. Bununla bunu toplayacaqsan. X plus Y bərabərdir. Deməli, bununla bunu toplayırsan, bununla bunu toplayırsan, bununla bunu toplayırsan. O, yox, nəyəsə səhv yazmışam. 125'i 2'ye vuranda 250 eləyir də. Hə, düz yazmışam da. 250 1 eləməlidir bunların cəmi. Deməli, bununla da bunu bir toplayacağım. Bununla da bunu bir toplayacağım. Getdik. Bu elədi 2. Bu elədi 1. Bu elədi. Bunun ikisinin də cəmi 1 eləməlidir. Bir dənə baxım. Hədə 750 kimi bunu yazsam 1 eləyir. Bu da 1 eləyir. Bu da nə eləyir? Bu da 1 eləyir. So, x plus y bərabərdir neçəyə? 5'ə. Deməli, mənə y, yox, x y ilə ifadə edir. X bərabərdir 5 çıxar y-ə. B variantı. Bir dənə zəhmət olmasa analiz elə başdan. Başa düşdüm. Aferin sənə. Aferin sənə. Keçək indi nəyə? Burada 7 nömrəli sualda görək nə istəyir məndən. Üstü açıq kub şəkilli hovuz. Biz elə bir kub çəkək. Sonra məsələni davamlı oxuyaq. Sadəcə şəklimiz hazır olsun.
Üstü açıq kub şəkilli hovuzun ölçüləri 8 metrdir. Yəni bütün tilləri 8-dir. Üstü açıq kub şəkilli hovuzun ölçüləri 8 metrdir. Hovuzun içərisinin hər kvadrat metrinin rəngləmək üçün 0,5 litr boya lazımdırsa, bütün sahəni rəngləmək üçün ən asandır ki bu. Bax, üstü açıqdır. Amma divarları, eləcə burası rəngləmək lazımdır da. 5 dənə üzün, bir də aşağıını. 5 dənə üzü rəngləmək lazımdır. 5 vurulsun. Elə bil ki, kubun əgər üst hissəsi olmasa, sahəsi neçə olacaq? 5A kvadratı, düzdür? Bəli. Elə bil ki, hər bir A kvadratına 5A kvadratı. A da burada 8-dir. 5 vur 8-in kvadratı nə qədər eləyir? 320. 320 kvadrat metrin hər kvadrat metri üçün 0,5 boya lazımdırsa, litr. Yəni bunu vurmaq lazımdır 2-də 1-ə, o da eləyəcək 160. Bitdi. Görsən necə rahat həll elədim sənin üçün. Keçək indi 8-ə. Keçək indi 8-ə. Aha, 8-də görək nədir? Təkliflərdən hansı həmişə doğrudur? Sadə ədədin 2 böləni var, düzdür. Həmişə. Kəsrin məxrəcini 2 dəfə artırsaq, qiyməti 2 dəfə azalar, düzdür. Kəsrin ilə bir məxrəcini 2 dəfə artıranda qiyməti 2 dəfə azalır da, düzdürmü? Bəli. Çünki məxrəcindən tərs mütənasibdir. Natural ədədin fərqi natural ədəddir, həmişə səhvdir. Məsələn, 2-dən 5-in çıxanda natural ədəd qalmır, axı mənfi ədəd qalır. Onluq kəsrin vergülünü 2 rəqəm sağa çəkib 4-ə bölsək 400 dəfə azalar, səhvdir. 2 rəqəm sağa çəkirsənsə, elə bir ki, 100 artır. 4-ə bölsənsə 25 artır. 4 səhvdir. 5. 2 natural ədədin əbobu əkobundan kiçikdir, səhvdir. Həmişə elə deyil. Düzdür, normalda əkob həmişə böyük olur. Amma həmişə yox. Həmişə yox. Niyə? Çünki bax, məsələn, əbob 19-19, əkob 19-19. Bunların əkobları da əboblarda 19-dur. Həmişə böyük olmadı axı. Mənə deyir ki, həmişə doğrudur. Deməli, bu amma həmişə doğru deyil. Çox vaxt doğrudur, amma həmişə doğru deyil. Cavab oldu 2 dənəsi. Yəni, bunun cavabı bu cür qeyd olunacaq ki, 2 dənəsi. Keçək 9 nömrəli suala. Başa düşdün, Fidan, soruşmadım heç. 9 burada bu arada qalıb. Nə deyir burada? Həm tam kvadratın, nə? Həm tam kvadratın, həm də tam kubun son rəqəmi eyni. Bu bizə nə deməkdir? 1-in kvadratı nə eləyir? 1. 1-in kubu nə eləyir? 1. Deyir, sonu eyni olsun da. Sonra hansında ödəyir? Bu 2-nin kubu 8, kubu kvadratı 4 səhvdir. 3-ün kubu 27, kvadratı 9 düz deyil. 4-ün kvadratı 16. 4-ün kubu nə eləyir? 64 eləyir. Bu da səhvdir, bu da düz deyil. Gözlə bir dənə. Eyni olmalıdır. 5. 5-in kvadratı 25. Deyir, həm kvadratı, həm də kubunun son rəqəmi eyni olsun. 125. Düzdür. 6-nın kvadratı 36. 6-nın kubu 216. Düzdür. Sonra 7 olmaz. 7-nin kvadratı 9. 7-nin kubu olmaz. 8-də kvadrat 64. Yox, bu da olmaz. 9 da olmaz. 3 dənəsinin. 3 dənə rəqəmin kubunla kvadratı eyni rəqəmdir. Və nəhayət keçirik sonuncu suala. 10 nömrəli. 3 dənə sınağın sonuna gəlib çatdıq. Elə bil 1 saat yarımızı demək aldı. 30 dəqiqə, 30 dəqiqə, 30 dəqiqə. Hər sınaq 30 dəqiqə. Hər suala 3 dəqiqə düşdü də. Demək olar hər sual haqqında 3 dəqiqə danışdıq. Tamam. Keçək indi 10 nömrəli suala. Fərq 25 vaid artar. Fərq 25 vaid artar. Nə vaxt belə olar? Bax, sən birinci bilməlisən ki, azalan, çıxılan fərq. Yadda saxla ki, azalanla fərq dostdur. Azalan necə dəyişsə, fərq də o cür dəyişir. Azalanan nə olsa, fərqə də o olur. Çıxılanan nə olsa, fərqə onun əksi olur. Aydındır? Bəli. Sən də deyirsən ki, bəli, müəllim, aydındır. Deyir, fərq 25 vaid artar. Bəs nə vaxt?
Oxuyuram şərtləri. Azalan 10 vahid artanda, təbii ki, bu da 10 vahid artacaq. Çıxılan 15 vahid azaltsaq, bu yenə 15 vahid artacaq. Elə bil bunu artırdım, bu da artdı. Bunu artırdım, yox, bunu azaltdım. Avtomatik bu nə etdi? Artdı. Nəticədə nə qədər artdı? 25. 25 vahid artdı. Deməli, 1-ə uyğun gəlir A. Düzdürmü? Bəli. Keçək indi digərinə. Fərq dəyişməz. Fərq nə vaxt dəyişmir? Bu görün burada. Deməli, azalanı və çıxılan 30 vahid artırsa. Hə, deyib B-də. Niyə? Hər ikisini artırırsansa, məsələn, bunu 30-a artırırsansa, bu 30 artır. Bunu 30 azaldır, yox, bunu 30 artırırsansa, bu təzədən 30 azalır. Hər ikisini artıranda dəyişməz. Yaxşı? Hə. Sonra keçirəm üçüncüyə. Fərq 15 vahid azalar. Fərq 15 vahid azalar. Deməli, azalanı 5 vahid azaldıb, çıxılanı 10 vahid artırsaq, fərq 15 vahid azalar. Düzdür. Üçə də uyğun gəlir Y. Niyə? Azalanı 5 vahid azaldanda fərq də azalır 5 vahid. Çıxılanı 10 vahid artıranda fərq təzədən 5 vahid. Fərq təzədən 10 vahid azalır və nəticədə 15 vahid azalır. Nəhayət ki, bitdi. Başa düşdün? Orada C də ola bilər. Qoy baxım bir dənə. Azalan və çıxılanı 8 vahid artırsaq, dəyişməz deyirsə, bəli. Azalanla çıxılan deməli, artırsaq 2-yə uyğun gələcək həm də C, bəli. Sonra baxaq görə 1-də var uyğun gələn. Birdən ola bilər ki, uyğun gələr, gözümüzdən qaçar. A-nı dedik, B-ni dedik, C-ni dedik. D-yə baxım bir dənə, D-yə baxım. Azalanı 10 vahid azaldıb, çıxılanı 5 vahid artırsaq. 10 vahid azaldanda bu da azalır. Bunu 5 vahid azalır. Hə, bu da 15 vahid azalacaq. Hansına uyğun gəlir? 3-ə. Burada da olacaq D. Belə, bu sadə sualdır. Bunu özün də yaza bilərdin. Əsas burada lazım olan suallar 4 idi. Sonra lazım olan sual 5 idi. 6 nömrəli sual lazım idi. 7 orta səviyyəli idi. 4, 5, 6 amma yaxşı suallar idi. 2 nömrəli sual da yaxşıdır. Elə 1 nömrəli sual da yaxşı sual idi. Bu da belə. Sınaqların hamısını izah elədim. Gəl indi sənə nədən danışım? Faizdən. Yorulmamısan ki? Xeyr. Tamam. Niyə yorulasan? Ancaq mən danışıram. Gələn səfər sənə də sual verəcəm onu. Deməli, danışıram faizdən. Ümumiyyətlə, faiz nədir? Faizin nə olduğunu bilirsən. Ümumiyyətlə, faizin nə olduğunu bilirsən. Faiz bir ədədin faizidir. Bax, ədədin %1 hissəsinə faiz deyilir. Və say müəllim, bunu açıqlama ver görün, bu nə deməkdir? Elə bu kitabda da belə yazılıb və mənə bir açıqlama ver. Bu nə deməkdir? Məsələn, təsəvvür elə ki, 100-dür. 100-ün %1 hissəsi nə eləyir? 1. Düzdürmü? Və bu 1 var ha. Bu 100-ün 1 faizidir. 1 faizidir. Başa düşürsən? Yəni 1 hissəsidir. 1 faizidir. %1 hissəsidir. Ona görə ədədin 100-dən 1 hissəsinin həmən ədədin 1 faizi deyilir. Başa düşürsən? Bəli. Hə, faizi bilmək üçün, ümumiyyətlə faizi hesablamaq üçün aşağıdakı qaydaları bilməliyik. Yəni faizə aid sual düşəndə onu yazmaq üçün aşağıdakı qaydalar bilinməlidir. Faiz üçün aşağıdakı qaydalar bilinməlidir. Bilinməlidir. Birincisi, deməli, ədədi faizə çevirmək. Bilirsən? Xeyr. Çevirmək. İkinci, faizə ədədə çevirmək. Hamısı haqqında danışacağım. Daha doğrusu inanmıram hamısını çatdıram, amma müəyyən qədər danışacağım da, yəni. Üçüncü,
Ədədin faizinin tapılması. Bunu bilərsən. Üçüncünü bilirsən. Bəli. Dördüncü, faizə görə ədədin tapılması. Beşinci, iki ədədin faiz nisbəti. Altıncı, qiymət dəyişiminin faizli ifadəsi. Yeddinci, ədəd, deməli, qiymət dəyişiminin faizli ifadəsi. Deməli, ədəd n dəfə artarsa və ya azalarsa faizli ifadəsi. Sonra 8-ci, artırıb azalma. Belə. Bir də məhlul məsələsi. Amma məhlul məsələsi düşməyəcək sizə liseylə. Belə. İndi mən bunlar haqqında danışacağım. Yəni, ümumiyyətlə, faiz sualı qarşımıza çıxanda onu yazmaq üçün bu qaydaları bilmək lazımdır. Nə etmək lazımdır? Bu qaydaları bilmək lazımdır. Əvvəlcə danışacağım birincidən. Ədədi faizə çevirmək üçün bir daha 100-ə vurmaq lazımdır. 100%-ə vur. Məsələn, sənə sual düşüb ki, 2 ədədin faizə çevir. Nə edəcəksən? 2 vur 100 bərabərdir 200%. Yaxşı, Fidan? Bəli. Məsələn, bu bir dənəsində göstərim. Məsələn, 0,2 ədədin faizə çevirəndə nə edəcəksən? 100-ə vuracaqsan, olacaq 20%. Bu belə. Keçək ikinciyə. Faizi ədədə çevirmək üçün 100-ə bölmək lazımdır. Faizi ədədə çevirmək üçün 100-ə bölmək lazımdır. Məsələn, 40%, bunu başqa rənglə yazaq. 40%, 46 yoxşadır. 40%-i ədədə çevirək. Bunun üçün nə etmək lazımdır? 40-ı 100-ə bölmək lazımdır. 0,4. Belə. Sonra, bildiyin başa düşürsən? Bəli. Keçirəm üçüncüyə. Bir dənə səhv artırım. Nə edəcəkdim? Üçüncü. Üçüncü nə idi? Deməli, ədədin faizini tapmaq üçün ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır.
Aydındır. Məsələn, 30-un 40%-ni tap. Nə edəcəksən? 30-u vuracaqsan 40-a, böləcəksən 100-ə. 1200 böl 100 eləyəcək 12. Cevabı bu. Aydındır Fidan. Bəli. Keçək 4-cüyə. 4-cünü də deyirəm, sonra 5-cini də deyəcəm. 20-də yekunlaşdıracağım. 10 dəqiqə də istirahət elə. Yarısında qoşul digər dərsinə. 5 dənə qaydanı deyəcəm. 4-ünü də gələn səfər deyəcəm 3-ün. Deməli, gələn səfərdən də yan sabah. Keçirəm 4-cü qayda. Faizə görə də tapmaq üçün deməli, ədədi 100-ə vurub faiz göstərən ədədə bölmək lazımdır. Məsələn, 40% 60 olan ədədi tap. Faizə görə ədədi tapanda birinci faiz gələcək. Ədədi tap. 60-ı vuracaqsan 100-ə, böləcəksən 40-a. Bu da nə qədər eləyəcək? 150. Yəni 60, yəni 40% 60 olan ədəd 150-dir. Keçirəm nəyə? 5-ci qayda. Başa düşdün Fidan bunu da? Bəli. Afərin sən. Keçək indi nəyə? Deməli, 5-ci qaydaya. 2 ədədin faiz nisbəti. Və yadda saxla. Bir ədəd digər ədədin neçə faizini təşkil edir deyirsə, təşkil edir dedikdə birinci ədədi ikinci ədədə böl, sonra 100-ə vur, 100%-ə vur. Məsələn, sənə deyirəm ki, 30 ədədi 40-ın neçə faizini təşkil edir? Təşkil edir. Sən nə edəcəksən? 30-u böləcəksən 40-a, vuracaqsan 100-ə. Bu 0 getdi, bu 0 getdi. 3-ü 4-ə bölüb 100-ə vuracaqsan. Bundan bu da getdi 25. 3-ü 25-ə vuranda 75%. Yəni 75%-ni təşkil edir. 30-40-ın 75%-ni təşkil edir. Başa düşdün Fidan? Bəli, müəllimə. Belə. Yaxşı Fidan. Deməli, mən sənə nə izah elədim? 5 dənə qaydanı dedim. Gəl burada plusluyum. 1, 2, 3, 4, 5. 5 qayda dedim. 3-ü qaldı. Hələ birini də artıracağım. 4 dənəsi qaldı. Və bir də 3 dənə sınağı izah elədim. Sən mənə yenə 3 dənə sınaq göndərərsən. Gələn səfərdə yenə 3 dənə sınaq izah eləyəcəm. Və sənə faizdən evə tapşırıq verəcəm. Dəyanət kitabın var yəqin ki, 5-ci sinif. Dəyanət kitabın var. Dəyanət kitabından faiz mövzusunu yazarsan, ya vaxt eləyib. Ən çətinlərini yaz da, sonlardan yaz. Faiz mövzusunu yazarsan, bir də 3 dənə sınaq göndərərsən, ona izah eləyəcəm gələn səfər. Bir də ki, bu sınaqdan çıxan səhvlərinə baxarsan. Yəni, başa düşmədiklərinə baxarsan. 3 dənə sınaq. Belə. İndi sabahki saatı falan mən hamısını WhatsApp-da ya valideyninə, ya özünə bildirərəm. Yəni, sistemli şəkildə o saatlarda qoşularsan 4 gün. Yaxşı oldu, çıxa bilərsən, sağ ol.